Salam, hər vaxtınız xeyirli olsun, sayğıdəyər 14 TV televiziyasının izləyiciləri. Hər birinizi xoş gördük. 14 TV'nin efirində Misra verilişinin növbəti buraxılışı ilə qarşınızdayıq. Bildiyiniz kimi bu günlər qəm günləridir, matəm günləridir. Həzrəti İmam Hüseyn əleyhissalam və onun pak övladlarının, eyni zamanda da əziz dostlarının şəhadət günləridir və bu günlər münasibəti ilə bütün Əhl-i Beyt aşiqləri matəm saxlayırlar və biz də artıq proqramlarımızı, 4-cü proqramımızdır ki, Məhərrəm ayının matəm əhval-ruhiyyəsinə aid olan formada sizlərə əlbəttə ki, dəyərli qonaqlarımızla veriliş hazırlayırıq, təqdim edirik inşallah və bugünkü gün bu mənəvi günlərdə də bizim proqramımızın çox qiymətli qonaqları var. Mən zaman itirmədən əziz qonaqlarımızı sizə təqdim etmək istəyirəm. İlk qonağım Əhl-i Beyt şairi Ustad Hacı Eşən Xəzər. Ustad, xoş gördük. Ya Allah, selamun aleyküm. Hamınızı salamlayıram, bütün izləyiciləri, tamaşaçıları və təşəkkür edirəm ki, mənə də bu günlərdə yad eləmişsiniz. Var olasınız inşallah. Allah razı olsun Hacı. Biz sizə təşəkkür edirik ki, dəvətimizi qəbul edib, vaxt ayırıb, gəldiniz, iştirak elədiniz. Ümid edirəm ki, inşallah proqramımız həqiqətən də həm gözəl söhbətlərinizlə, həm də eyni zamanda da mənəvi şeirlərinizlə daha da nurani, daha da bərəkətli olar. Və növbəti qonağıma keçid almaq istəyirəm. Növbəti qonağım Əhl-i Beyt məddahı Vüqar Rəsul. Vüqar bəy, sizi də xoş gördük. Allah razı olsun, mən də təşəkkür edirəm bir daha. Gözəl verilişimizə də Allah bərəkət versin inşallah. Təşəkkür edirəm Vüqar bəy, Allah sizdən də razı olsun. Bu mənəvi günlərdə xidmət göstərirsiniz. Səsinizlə, avazınızla Allah qəbul eləsin inşallah. Allah layiqli şəkildə olan əməllərdən qərar versin inşallah. Və mövzumuz məqtəl şeirlərdir Hacı. Bildiyiniz kimi, yəni ümumiyyətlə bizim Mərsiyə ədəbiyyatında məqtəl şeirləri dediyimiz bir məfhum var, anlam var və qeyd etmək yerinə düşər ki, bizim klassik şairlərimiz Məhəmməd Füzulidən tutmuş və ondan sonra gələn digər şairlərimiz də ümumiyyətlə İmam Hüseyn əleyhissalamın müsibətinin motivlərini öz əsərlərində qeyd eləmişlər, toxunmuşlar və toxunmaqdan da əlavə İmam Hüseyn əleyhissalamdan Əhl-i Beytdən yazmağı özlərinə bir şərəf bilmişlər Hacı. Və o silsiləni davam elətdirən şairlərimizdən biri də sizsiz son dövrlərdə sizin həqiqətən də şeirləriniz insanlar tərəfindən çox sevilir və xüsusilə yəni Əhl-i Beyt əleyhissalamı əziz tutan hər bir kəs bu şeirləri sevə-sevə dinləyir. Keçid alaq Hacı sualımıza ki, ümumiyyətlə belə ümumiləşdirsək, məqtəl şeirləri barədə bir məlumat verərdiniz zəhmət olmasa. Ya Allah, məqtəl sözün özündən artıq məlumdur mövzu nədən gedir. Bir qətligah, bir qətl olunmuş bir yer, kiminsə qətl olub o yerdə. Artıq buradan insanlar, yəni sözü başa düşəndə artıq bir həyəcan, bir hisslər oyanmalıdır insanı. Bir insanın öldürüldüyü bir yerdən söhbət gedir. Bu səpkidə şeirlərin yazılmağı ta gedir, hələ biz İslamdan danışırıq da, Həzrət Peyğəmbərin zühurundan sonra, Peyğəmbərliyindən sonra ki, döyüşlər başladı. Məsəl üçün İbn Həssan şair vardı Peyğəmbərin yanında, o Peyğəmbərin ordusunu həmişə təşviq eləyərdi, həmişə onlara şeirlər yazardı. Məsəl üçün, cihadda olanlar üçün bir şeir yazardı, dünyasını dəyişib şəhid olanlar üçün. Ta bu silsilə başladı, gəldi, ta Həzrət Həmzənin şəhadətindən başladı. Əsas məsələ gəldi Kərbəlaya. Ki, o ki, faciəli şəkildə, məsəl üçün, bir hadisə baş verdi. İndi hadisənin özü də bu hələ qısadır İmam Hüseyn əleyhissalam üçün. Böyük bir faciə bir. Mənəvi aləmin elə bilginən ki, çöküşü idi. Yəni, dünya tarixində belə bir faciə olmamışdı. Hələ biraz da önə qayıtsaq, məsəl üçün ki, bu Nohə ki var, bu məqtəl şeirləri ki, sözləri ki var, biz Qurana baxandan Quranda bir dənə yeri görürük ki, Allah özü Nohə deyir elə bir. Aha, maraqlıdır.
hansı ayədir desən biləcəksiniz. Məsələn, o ayəni hansı bir insan eşitsə, onun qəlbi qəm tutar qəlbini. Allah deyir Quranda ki, Təkvir surəsindədir, əvvəllərindədir. 7, 8, 9-da belə gəlir. Deyir ki, bu diri-diri uşaqları niyə bastırdınız? Onlardan soruşulacaq ki, siz bunları hansı günahlarına görə öldürdünüz? Adam düşlərdir. Bu ayələri adam eşidəndə elə bu özü Nuhədir. Doğrudandır. Elə bu Nuhədir. Biz də onu deyirik. Deyirik ki, siz niyə İmam Hüseyni öldürdünüz? Niyə onların balalarını öldürdünüz? Niyə bu uşaqları qətl edərdiniz? Hansı günahın üstü? Nə eləmişdilər bunlar? Həmən mövzudur. Belə Nuhədir. Əhsən. Və tövsiyə olub Peyğəmbərin özündən, Əhl-i Əleyhisselamdan ki, bu İmam Hüseynin məsələsini yazın. İndi hədislərə də baxsaq, İmam Cəfər Əleyhisselamdan, digər imamdan, harada bir şair görərdilər, harada bir məddah görərdilər, deyərlər ki, Cəddim Hüseyndən nə yazmısan? Cəddim Hüseyndən nə oxuyarsan bizə? Belə çoxdur və məddahlar, şairlər ki, ağaların xidmətində xidmət göstəriblər. Hər hədisdə baxırsan ki, imam hönkürtü ilə ağladı. Pərdənin arxa tərəfindən qadınların ağlamaq səsləri uzaldı. Yəni, bunu bizə göstərir ki, məsumlar, bu ən yaralı yerdir bəşəriyyətin, ən yaralı yerdir. Və bizə də tövsiyə veriblər. İndi bu şeirlər də belə bir şeylərdir ki, ona qayıdım, çox vaxt tutmayaq. Buyurun, xoşdur hacı, buyurun. Bu şeirlər də belə bir şeirlərdir ki, hər kəs bunu yaza bilməz. Bax, sirri də buradadır. Məxsus Nuhə, məsələn, Mərsiyə bəzən yazılar. Məxsus Nuhə, bilmirəm də nədir. Allah elə bil verər, istədiyinə verər yazmağa. Bu lütfüdür, bu bir hədiyyədir, bu bir mükafatdır. Bu hər nədirsə, adın hər nədirsə, çox yaxşı şeydir. Amma adamı tez qocaldıracaq. Allah qəbul eləsin. Hər kim, bütün şairlər, ölənlər, rəhmət hamısına, qalanlara can sağlığı, məddahlarımızın hamısına inşallah. Amin. Hacı, əlbəttə ki, bu mövzunu davam elətdirəcəyik. Yəni, növbəti sualımın elə, belə deyək, yəni, məzmunu bu barədə olacaq. Yəni, necə, yəni, şeir, məqtəl şeirlərinin yazmağın, belə deyək, əhəmiyyəti nədir, hansı şəkildə yazılmalıdır. İnşallah bir ustad kimi cavablandıracaqsınız. Amma bu məqamda əlbəttə ki, qəmli günlər yaşayırıq. Bütün aşiqlərin, Əhl-i Beyt aşiqlərinin gözləri yaşlıdır, ürəklərində bir qəm var. Əhl-i Beytin qəmini, İmam Hüseyin Əleyhisselamın qəmini öz qəmləri kimi qeyd edirlər, hətta öz qəmlərindən də artıq qeyd edirlər. Təsadüfidir ki, 1400 il bundan qabaq baş vermiş bir o gözəl toxundunuz ki, o qanlı bir hadisə, vəhşət dolu bir hadisə hər ildə elə bu il olmuş kimi qeyd olunur hacı. Bu elə bu məqamda sizin də inşallah bir gözəl şeirinizi, bir mənəvi şeirinizi dinləyək. Ya Allah, Bismillahirrahmanirrahim. Esselamu aleyk ya Fatımətüz Zəhra və esselamu aleyk ya Əbu Abdillah. Ki, artıq məlumdur ki, o günlərdədir ki, çəkilişlər. Bəli. Üsəranın çətin günləridir, çətin vaxtlarıdır. Xanım Rüqəyyə, salamullah aleyhan, şəhadət günləri gələcək qabaqda. Xülasə, Əhl-i Beytin ailəsinin çətin günləridir o yolda. Yenə təbiim pər açıb bənzədi pərvanələrə. Tutdu öz səmtini şamatidə viranələrə. Orada bir nur görüb, yanmağa təbim tələsir, xanımın eşqinə odlanmağa təbim tələsir. O elə yerdir ki, orada hələ də vay səsi var. Oğlu ölmüş ananın oxşama laylay səsi var. Ora çartdatdı Hüseynin quruyan ləblərini, gül misalında peyəmbər qoxuyan ləblərini. Ora biçarə rübabın gözün ağlar qoydu, ora Leyla xanımın qəlbinə dağlar qoydu. Orada çox baxdı Rüqəyyə o Şamın yollarına,
Orada Əbbasın ümid vardı uzun qollarına. Hey deyərmiş, əmim olsaydı məni vurmazdınız. Qorxunuzdan siz onu ilə üz-üzə durmazdınız. Əmim olsaydı öpərdi qaralan əllərimi. Dizi üstündə hörərdi ağaran tellərim. Əmim olsaydı çəkərdi nazımı şamı səhər. Əmim olsaydı bibim fikr eləməzdi bu qədər. Gahı Əbbasa deyib oxşama ağlardı bu qız. Hamı xahiş eləyər ağlama Rüqəyyəcan. Ağlardı bu qız. 3 yaşından qara məzər başa bağlardı bu qız. Yazıb Əkbər adını torpağa ağlardı bu qız. Ağlıya ağlıya qardaşı salardı yadına. Sonra təzim eləyib busə vırardı adına. Vay vay vay. Cahidə əsxərə laylay deyib ağlardı bu qız. Toxtamazdı Oqtaycan, toxtamazdı. Tək Hüseyin vay deyib ağlardı bu qız. Qəmli halı xanımın çatdı Yəzidin qızına. İstədi tənə vura teşnə şəhidin qızına. Verdi fərmanını qullar və kənizlər gəlsin. Gedirəm cəngə döyüş bayrağımız yüksəlsin. Dedilər anlamadıq. Cəng hara, şahzadə hara. Sən şahın qızısan, nə cəng? Dedi bu cəngi kəlamdır. Vuracam qəlbə yara. Atam öldürdü Hüseyni, işini etdi tamam. Məndəki nazlı qızı ilə edəcəm cəngi davam. Yəni demək istəyir ki, bir məmləkətdə bir şah qızı olar da. Əl-qərəz hazır olub durdu hərə öz yerinə. Dəstə tez vaxta yetişdi xanımın məhzərinə. Gəldi xərabalığa. Xanım Rüqəyə baxdı ki, bir dəstə adam girdi. Yəni gözləmirlər axı. Qorxudan kimsə gəlib baş sağlığı verə bunlara. Dedi, bu kimlərdir gəliblər görən. Sildi göz yaşını, durdu ədəbindən ayağa. Gördü bir dəstə adam gəlib. Salam ərz etdi Rüqəyə gələn hər bir qonağa. Dedi, kimsiz? Məni bir ləhzə xəbərdar eləyin. Nə müəmmadı gəlibsiz, bunu aşkar eləyin. Doxtarı pəsti dənin, bu Yazidin qızı, min lənət. Doxtarı pəsti dənin meydana atdı özünü, o təravətli gülə vırdı tikanlı sözünü. O dedi, yaxşı nəzər qıl ki, mənəm şah qızı. Ha, xanım Rüqəyyə bildi, bu kimdir? O dedi, yaxşı nəzər qıl ki, mənəm şah qızı. Bu dedi, şahə bəşəyməz Rəsulallah qızı. Vay, vay. Bunların bir diyalogudur, yazmışam bunu. Muhtəşəm. O dedi, yaxşı nəzər qıl ki, mənəm şah qızı. Bu dedi, şahə başəyməz Rəsulallah qızı. O dedi, bil atamın kürsüsü bellərdə gəzib. Bu dedi, sus, atamın qundağı göylərdə gəzib. O dedi, fərqimizə bax, libasım zibadır. Yəni, şah qızı belə olar da, qəşəng geyinər. O dedi, fərqimizə bax, libasım zibadır. Bu dedi, bizdə libasın gözəli təqvadır. O dedi, dəbdəbəni hökm eləyən dövrandır. Bu dedi, bizlərə tək hökm eləyən Qur'andır. O dedi, mən əməvilərdə xilafət gülüyəm. Bu dedi, mən də Hüseynin qızı cənnət gülüyəm. O dedi, fəxr edirəm ki, əməvi dövləti var. Sizi məğlub eləyibdir, deməli qüdrəti var. O dedi, sən elə bilmə bu zəfər çox gedəcək. Bibimin nitqi sizin dövləti alt üst edəcək. O dedi, tabi olun, sahibi fərman da atam. Bu dedi, cümlə yaranmışlara sultan da atam. O dedi, şah qızı olmaqda izin yoxdur sənin. Necə şahzadəsən Rüqəyyə? Adi kənizin yoxdur sənin. Amma həqiqət idi bu söz. Xanım Rüqəyyə deyir ki, cavab vermir orada. Bu sözə cavab vermir. Çünki yalan danışa bilməz. Saray əhli sözü alqış elədi əhsən ilə. Aşinanı ayıra bilmədilər düşməninə. Çoxluğun hayküyü, Kərbəlayı Vüqar, çoxluğun hayküyü saldı bu qızı təsirinə. Canım sənə qurban. Zeynəbin bir sözü gəldi bu qızın xatirinə.
Nə sözdür? Mədinədə xanım dərs keçərdi qızlara, xanımlara. Orada dərsin içində bir söz deyib, qalıb yaddaşında. Bu sözdür. Deyir, çoxluğun hayküyü saldı bu qızı təsirinə. Zeynəbin bir sözü gəldi bu qızın xatirinə. Nə deyib? Bunu deyib. Deyib, bala, hər müşkülün olsa şərəfün nası çağır. Gələcək qeyrəti qurban, Əmin Əbbası çağır. Bunun çətin günü də əmsi yadına düşüb. Daməni Zeynəbi tutdu ağamın ahuları. Dedi, Əbbası çağırırıq, bibi, qorxut bunları. Ağamın adı, xanım Zeynəbi kövrətdi yaman. Şirizən, Duxtər Zəhra özünə verdi təkan. Dedi, Gülsüm ayağa dur, balamın pis günüdür. Başıva vur, dizvə vur, balamın pis günüdür. Sonra döndərdi kənizsiz xanıma öz üzünü. Öpdü 3 yaşlı qızın sili qaratmış gözünü. Dedi, susma qızım, niyə sussan? Kənizin yox, dedi, bibi yoxdur axı. Dedi, susma, cavabım var qızım, bu əsl mətləbdir. De, vaxt çətin vaxtı qızım, de kənizin Zeynəbdir. O müsibətli olan vaxtüvə erişən qurban, ay xanım. Elə gülsən, o gözəl ətrüvə gülşən qurban. Bütün güllər sənə qurban olsun. Hacı, təşəkkür edirəm, Allah razı olsun. Mən bu fikri söyləyirəm, yəni proqramlarda, verilişlərdə, şairlərin ümumiyyətlə, yəni bu xüsusilə bu mövzuda yazılan şeirlər həm özü bir tarixi əhvalatın nəzmə çəkilmiş formasıdır, Hacı. Həm də bir portret çəkilir. Elə bir beynimizdə, zehnimizdə canlanır o hadisələr. Bəli, bəli, həqiqətən də siz o şeiri oxuduqca biz zehnimizdə, mənəvi aləmdə belə deyək, getdik biz o həmən saraya, orada olan hadisələri gördük, xanım Rüqəyyəni gördük, Yəzidin qızını gördük, xanım Zeynəbi gördük. Bu doğrudan da bir bərəkətdir. Biz cismən onları görə bilməsək də, əlbəttə ki, amma buna etiqadımız var ki, onların ruhən biz görə bilirik, görə bilərik də, həqiqətin. Elə bu məqamda istəyirəm bizim dəyərli Əhl-i-Beyt məddahı, elə Hacı Vüqar Rəsul qardaşımın bir müsibət dolu ifasını eşidək. Vüqar bəy, söz sizindir, buyurun inşallah. Sallallahu aleykə ya Əba Abdillah. Salamullah ağanın məslək o əqidəsinə, cəmal-i ənvərinə, qaməti keşidəsinə. Salamullah ağanın xanidanə ətərinə, gözəllərin gözəli nazidanə əkbərinə. Salamullah ağanın zibdə məhliqalərinə, minay-ı eşqidət şan ölən fədalərinə. Salamullah ağanın şivə və rəviyyəsinə, xərabələrdə ölən mehriban rüqəyyəsinə. Qürub olanda xanım aşiqanə ağlardı, deyərdin o hədilim asəvan dağlardı. Deyərdi bilmirəm hansı məkandasan, babacan, Rüqəyyə can və qurban, hayandasan babacan. Fəraqətin qızına eyniyər əsən gecələr, sənin misal və xatir ürək əsər gecələr. Nə çox səfərdə yubandın, sənə gözüm qurban, ata qoyar göz yolda, qızım məgər gecələr. Bu dəfə gəlsən əgər, qoymaram çıxım gedəsən, səsalə aşıqı və çox yerin gələr gecələr.
Bibim deyir gələcək bir gecə vəfal babam. Üzara göz yaşımı tökmə bu qədər gecələr. Deyirəm ki, qorxuram əmmə, gələndə yatmış olayam. Odur oyaq qalıram, sinədə şərən gecələr. Darıxmışam babacan, gəl apar məni vətənə. Qucağa al məni ey müjdeyi zəhər gecələr. Gümanın olsa əgər bari namə yaz göndər. Qəm üz verəndə zalım naməyə nəzər gecələr. Yazanda naməli Əkbərin də halın yaz. Rüqəyyəsiz görmaya nə eyləyər gecələr. Mənim dilimcə denən küsmüşəm əli zəndən. Demir gec bacımı kimsə dindirər gecələr. Düşəndə yadım Əkbər sitarəyə baxaram. Günüz gedər yenə göydə gəlib gəzər gecələr. Denən itib sən alan güşü var ay qardaş. Qulağımın yarası Əkbər incilər gecələr ay qardaş, ay qardaş. Sözüm uzandı baba, tar zülfü Əkbərdək. Bu rəsmidir uzanar şəri güzələn gecələr. Mənim əlim baba, səndən sonra kimin vardı? Qulaq verə sözümə, gözdə əşq itən gecələr. Səni qəsəm verirəm, qüssəli öləndən və qoyardı səcdəyə pişanı didətən gecələr. Lay lay gözümün nuri, lay lay gözümün nuri. Qərqə mühəlim lay lay, qərqə mühəlim lay lay. Ay qəmçilər altında, ay qəmçilər altında. Dildən düşəlim lay lay, dildən düşəlim lay lay. Derdimin dermanı lay lay Rüqəyyə. Gözlərim qurbanı lay lay Rüqəyyə. Gözlərim qurbanı lay lay Rüqəyyə. Derdimin dermanı lay lay Rüqəyyə. Gözlərin qurbanı lay lay Rüqəyyə. Düşmən bu başa xatir, düşmən bu başa xatir. Yolda sənə daş vurdu, yolda sənə daş vurdu. Bəzisi vurub möhkəm, bəzisi yavaş vurdu. Bəzisi yavaş vurdu. Gəldin dilə ta dilbər, gəldi sənə baş vurdu. Gəldi sənə baş vurdu. Mehmanı gələn bəxtə əldən gedənim lay lay, əldən gedənim lay lay. Derdimin dermanı lay lay Rüqəyyə. Gözlərin qurbanı
Rüqəyyə dərdimin dərmanı lay lay Rüqəyyə gözlərin qurbanı lay lay Rüqəyyə Ələ lənətullahi qövməz zalimin. Vüqar bəy, təşəkkür edirəm. Allah səsinizə bərəkət versin, Allah avazınızı qorusun. Həqiqətən də o xanım Rüqəyyənin o matəm dolu anlarını bizə yaşatdınız, var olasınız. Allah qəbul eləsin hər bir halda inşallah. Cəmiyyən Allah bir dua eləyim ki, qəlbimizdən keçən dualardandır ki, Allah xanım Rüqəyyənin, xanım Zeynəbin ziyarətini nəsib eləsin. Hər birimizə, bizi izləyən izləyicilərə və bütün Əhl-i Beyt aşiqlərinə. Hacı, növbəti sualla istəyirəm sizə müraciət edim. Ümumiyyətlə, sizin yaradıcılığınızda, bayaq da qeyd etmişdik bu barədə, məqtəl şeirləri də xüsusi yer tutur. Təbii ki, digər janrda olan şeirlərdən də sizin yaradıcılığınızda rast gəlirik. Əhl-i Beytin başına gətirilən müsibətləri nəzmə çəkmək xüsusi istedad tələb edir. Bu tip şeirləri yazmaq üçün istedaddan əlavə nələri bilmək lazımdır? Yəni, ümumiyyətlə, məqtəl şeirləri yazmaq istəyən şairlər hacı, ki, hansı ki, özündə bu təbii hiss edir ki, mənim təbim var, məni yaza bilərəm, yəni, şeir Əhl-i Beytə, məqtəl şeirlər daha, belə deyək, biraz da fikrimizi qətiləşdirsək, neynəməlidirlər, nə etməlidirlər ümumiyyətlə hacı? Bir dənə, həm də bizi gənc şairlər də izləyirlər hacı. Təbii ki, bir ustad şair kimi sizin məsləhətləriniz çox faydalı olardı. Buyurub, zəhmət olmasa səsləndirərsiniz fikirlərinizi. Bayaq mən hacı vurğuladım, o məsələyə toxundum ki, bilmirəm bu nə sircidir, nə ilə bağlıdır, məsəl üçün, orasını da çox deyə bilmərəm. Lap o dəqiq, yəni 100% ki, söz olsun ki, bu 100%'lik belədir. Orasını deyə bilmərəm. Amma hissiyat var ki, məsəl üçün bu işlərə görə, məsəl üçün bu variantlara görə. Bizim dostlarımız var da, şairlərimiz, maşallah, hamısı da belə də çox üstündürlər hamısı. Gözəl qeyd elədiniz, hacı, bu yerdə belə üzr istəyirəm sözünüzə qüvvət olaraq elə bizim məqtəl şeirləri yazan şairlərimiz, yəni maşallah olsun, yəni artıq çoxalır. Məsələn, Tamerlan Rəsulu qeyd etmək yerinə düşər, Amil Tovuzdur, Nicat Sadiqdir. Allah bərəkət versin inşallah. Təbii ki, onlarla da hacı, mən bir neçə dəfə qonaq eləmişəm. Təbii siz üzüldü səbəblərdən, yəni Azərbaycanda olmadığınızdan bugünə təsadüf edilmiş bizim görüşümüz. Və onlar da sizin adınızı çəkiblər ki, biz Hacı Şən Xəzərin, yəni belə deyək, qoyduğu üslubu, yolu davam elətdirir və hacıdan biz bəhrələnmişik, yəni həvəslənmişik. Buyurun hacı, üzr istəyirəm, müdaxilə elədim. Bu bir yoldur. Ki, insan bir-birinə enerji ötürər, insan bir-birinə elm ötürər, insan bir-birinə... Bu da bir vasitədir, bir yoldur. Mənim öz düşüncüm, mənim öz üstadımın mənə tövsiyələrində, məsəl üçün, bunlardır. Əvvəla gərək təqvalı olasın. Yəni... Ən mühümü. İşlərin əvvəli təqvadır. Söz orada deyir ki, başqa şairlər təqvalı deyil. O bir yoldur, o birinci mərhələdir, məsəl üçün. Hamısı qardaşlarımız, məsəl üçün, tanıyırıq, maşallah, hamısı da məndən də təqvalıdırlar, məndən də imanlıdırlar. Sözüm orada deyil. Şərtlər nədir, bağlılıqlar bu işə? Mənim ustadımın dediyim sözdür ki, insan gərək təqvalı olasan. Onu biraz da açarsınız, zəhmət olmasa, hacı, təqvalı. Çox mənalı bir şeydir ki, həyanı xüsusi vurğulamışdı mənə. Təqva belə bir şeydir ki, təqva libasını geyindin, onun içində hər şey var da. Məsəl üçün, o özündən bir məsələ çəkmişdi, amma məsələ çəkməyəcəm burada. Dedi ki, həyalı ol. Həyalı xərcləmə hər yerdə, itirmə. Məxsus günlər var, dedi, oruç tuta günlər. Və onun mənə dediyi şey bu idi ki, Həzrət Zəhraya təvəssül çox ələr.
Həzrət Zəhra salamullahi aleyha təvəssül çox elə. Çox bağlan ona, onun balalarıdır çünki bunlar hamısı. Çünki bizim hədisimiz var əlimizdə acı. Bir dənə də deyir, neçə dənə hədisdir İmam Cəfər əleyhissalamdan ki, deyir, elə bir əhl-i beyt şairi yoxdur ki, bizim barəmizdə bir beyt şeir yaza, ona Cəbrail əleyhissalam kömək eləməyər. Yəni belə bir şey yoxdur. İmam deyir ki, belə bir şey yoxdur. Ona mələklər kömək eləyəcəklər. Kimə görə? Əhl-i beytə görə. Əhl-i beytin də yanan qəlbi İmam Hüseyn əleyhissalamdır ki, mərkəz. Amma İmam Hüseyndən özündən soruşsan ki, sənin üçün ən müsibətli iş nədir? Deyəcək, anam Zəhra. Xanım Zəhra təkdir onların içində. Anadır. Ana balasına nətər məhəbbət olar. Təvəssül Həzrət Zəhra salamullahi aleyhə çox gərək olar. İstəyəsən ondan ki, xanım bu şeiri bəzən olub məndə acı. Vallahi billahi yazmışam. Gəlib şeirin bir yerinə dirənmişəm ki, görmüşəm ki, bu mənim qüdrətimə deyir. Yapışmışam xanımın ətəyindən ki, xanım balon üçün yazıram. Mənə kömək edin, bunu yazım. Bu vasitələr hamısını bir yerə toparlayanda acı, əvvəla insan özünü insan edir. Ya sən öz bir təqvalı olmalısan, həyalı olmalısan, ədəbli olmalısan, əhl-i beytlə bağlılığın olmalıdır, qəlbin yanmalıdır məzluma. Bunlar hamısı, tokda hamısını bir yerə yığanda görürsən ki, bir gözəl insan forması çıxır ortaya. Gözəl bir insan forması çıxır ortaya və bu insan forması da Allaha bəyənən formadır. Onda artıq elə bir açırlar sənin üçün bir qapılar ki, gəl, bunu da verdik sənə yaz. Məsələn üçün, xüsusən də mən tələbələrimə demişəm, amilədə demişəm, o bir hamısına demişəm. Demişəm ki, şeir eşi başladınız, əvvəla dəstəmazsız yazmayın. Bismillahsız şeiri yazmayın. Hələ dəftərə yazın ha, Bismillahirrahmanirrahim. Dalınca da bir dənə yazın, Ya Zəhra. Bunlar hamısı elə bil mənim öz keçdiyim şeylərdir. Yazın təvəssüldür. Və şeiri zora yazmayın heç vaxt. Məcbur eləməyin. Mən bu gün bunu yazım, belə şey yoxdur. Mən məsəl üçün bir şeirin içinə girməmişdən, bir dənə Bismillahı yazmışam, Ya Zəhra yazmışam. Hələ şeirin birinci misrasını yazmamışam, mən 2 saat ağlayıram. O mənzərələrə gəzişirəm, o tarixat səni tam ki əldə edirəm, hədislərdənmi, hardanmı, əlimə gələndən sonra, məsəl üçün bir dənə də şey vurğulayım burada. Məsələn, klassik şeirdə Allah bütün dostlarımızı salamat eləsin. Bunlarda təşbihlər, bənzətmələr, nə bilim, filan şeylər çoxdur bunlarda. Bəzən olmayan şey deyilir, bəzən olmayan şey deyilir. Amma Nohə Mərsi ədəbiyyatında tam fərqlidir. Olmayan şeydir, son qüsurdur, nöqsandır. Gərək olan şey deyəsən. Bir hadisə olmayıb, sən yalandan deyirsən onu. Bu nöqsandır və qüsurdur, qəbul olunmayacaq. Sən gərək olan şey deyəsən, harasa söykənməlisən. Quran ayəsindənmi, hədisəmi, bəli də, bütün yəni o hadisə ki yazırsan, məsələn, o əlinin içində olmalıdır. Araşdırmalısan, indi səhi, qeyri-səhi, sən təhqiqatçı deyirsən ki, sən gedəsən hədisi araşdırırsan, sən əlbə bir hədis yetişdi, düzdür, biraz baxmalısın orasından, kimləndir, hədisi götürdün, yaza bilərsən. Söykəndiyin bir yer olmalıdır. Sabah səndən soruşanda, ay qardaş, bu nədir yazmısan? Deyəcəksən ki, qardaşım, filan kitabda, filan hədislə bağlı, filan hədisin üzərində yazmışam bunu. Bu oldu dəlil söykəndin. Bu gətirirəm, indi bura çatdırıram ki, adı söhbəti ki, uşaqlara da mən həmişə deyirdim. Deyirdim ki, bir şeiri zora yazmayın. Ay, mən elə bunu yazım, yox. İçərdən bağlanın. O hadisənin özünə bağlansan, səni gəzdirəcəklər otaq. Onda gördüyünü yazacaqsan. Gördüyünü yazanda çox möhtəşəmdir. Gəzdirirlər səni. Gəzdirəndə görürsən çox şey. İraq, adam çətindir, Nohə şeiri çətindir. Sən gözünlə görəsən ki, İmam Hüseynin başını kəsirlər. İnsan üçün nə hal olar hacı?
Çox çətin məsələlərdir bunlar. Ona görə mən bunlara həmişə deyirdim ki, çalışın ki, oradan alasınız. Oradan alanda ürəklərə tez oturur. Tez oturacaq, bəli. Hacı, təşəkkür edirəm. Həqiqətən də yenə də yox, çox gözəl, maraqlı fikirlər oldu. Təbii ki, indi inşallah bir verilişlə yekunlaşmayacaq. Sizin iştirakınız yenə də növbəti proqramlarda sizi mütləq şəkildə görməyə şad olardıq. Və təbii ki, sizin bu təcrübə başqa bir şeydir. Hacı, təcrübə barədə hamı danışa bilər, amma o mənəvi, ruhi aləmi hər adam onu danışa bilmir. Çünki onu yaşamasan, bilməzsən və yaxud da gözəl vurğuladınız. Onu hiss eləmək də Allahın bir lütfüdür. Bu məqamda Hacı inşallah elə şeirlə davam eləyək, bir gözəl, yenə də bir mənəvi bir şey. Bəli. Allah inşallah bir şeir də oxuyum. Xanım Zeynəb, salamullah aleyhanın vidasıdır Kərbəladan. Bir Kərbəlaya girişlərini oxuyaram, bir vidasını oxuyaram inşallah. Buyurun Hacı, buyurun. Gəldi mühərrəmdə qonaq Kərbəlaya Zeynəb. Açdı ürək pəncərəsin dərd bəlaya Zeynəb. Kərbəla Zeynəbə çox cövrü cəfa elədi. Sınmadı, çün əldə tutub səbri əsa elədi. Allah ilə bağladığı əhdə vəfa eylədi. Dərsi vəfa keçdi o gün əhl-i vəfaya Zeynəb. Fatimənin göz bəbəyi Zeynəbə olsun salam. Qəm günü Aşurada gör neynədir ba ehtiram. Baxmadı Əkbərdir, ya Qasimdir, ya Türkü Qulam. Nohə deyib bağladı bir şühədaya Zeynəb. Bildi ki, Qur'an qalacaq, zibh olacaq başları. Doğranacaq dostları, oğlanları, qardaşları. Bitməyəcək həşrə qədər gözdən axan yaşları, verdi riza eşq ilə təqdir Xudaya Zeynəb. Allah ilə bağladığı əhdə vəfaya xatir. Fatimə can verdiyi ol eşq vilaya xatir. Allaha, Peyğəmbərə, xuni şühədaya xatir, vurdu vilayət ələmin qanlı minaya Zeynəb. Söylədi ey qanə batan mah-i liqa qardaşım. Tapdı şərəf qanun ilə Kərbəla qardaşım. Ağladı bu haləti və ərz o səma qardaşım. Mərsiyə xan oldu bugün əhli səmaya Zeynəb. Ağlayacam həşrə qədər ta ki qanun batmaya. Xütbələrim susmayacaq, qanlı ələm yatmaya. Cəng edəcəm, zülm eləyəm məqsədinə çatmaya, verməyəcək fürsəti İbn-i Tüləqaya Zeynəb. Dedi Hüseyncan, baxma bacun əlləri qandallı gəzir çölləri. Xaney zülmü sökəcək bağlı olan əlləri. Hifz edəcək bağı vilayətdə solan gülləri. Zərdə üçün vədə verib əhlə, alə-əbaya Zeynəb. Allaha xoşdursa əsir halətimiz razıyam, qardaş. Dinüvə qurban ola şəxsiyyətimiz razıyam. Qəmçilənə kufiyəcən heyyətimiz razıyam. Kufədə qanutduracaq qövmü cəfaya Zeynəb. Vay sizə ey kufəlilər, siz yenə qəflətdəsiz. İtrəti Peyğəmbərə zülm eyləyən heyyətdəsiz. Əlləriniz batdı imam qanına, lənətdəsiz, sizlərə şahid gələcək yövmü cəzaya Zeynəb. And ola Allaha belə qövmi zaman görməyib. Siz eləyən zülmü bilin cümlə cahan görməyib. Göy hələ yerdən verə, göy hələ yerdən verilə göylərə qan görməyib. Göy hələ yerdən verilə göylərə qan görməyib. Əksdə xacızan. Əsxəri bu halda görüb gəldi nəvaya Zeynəb. Söylədi ki bala, söylədi ki sən hara, üç pər o hara, ay bala. Vay anova, neyniyəcək qəlbi yara, ay bala. Həşrə qədər qarə giyər bəxti qara, ay bala. Bilmir ağlasın şühədaya, üsəraya Zeynəb.
Baxdı rübabın ürəyi parçalanıb yarədi. Gahi girir xeymiyə, gahi çıxır avarədi. Heç kimə dərdin demir, qəmlidir, biçarədir, tutdu üzüm məqdəli şahı şədaya Zeynəb. Ərz elədi, bax bu rübabə Hüseyncan, avara qalıb. Ərz elədi, bax bu rübabə necə divanədir. Xamış olan şəm şəbistanı və pərvanədir. Çarə elə çarəsə, xanəsi viranədir. Day dözə bilmir bu bəlalı təmaşaya Zeynəb. Faciələrlə yaranan söz bağıdır nohələr. Kərbəla. Faciələrdən yaranan söz bağıdır nohələr. Qəmli ürəklərdə yanan qəm dağıdır nohələr. Hər gecə erişən, hər gecələr erişənə qəm ortağıdır nohələr. Sanki mirası qəm vermiş şüəraya Zeynəb. Müsibətin ürək yaxır, nəvaya gəlmişəm Hüseyn. Səsin çatıb qulağıma, hər aya gəlmişəm Hüseyn. Nə olsun 1400 ildir keçib. Yenə eşitmişik, Hüseyn gəlmişik bura. O səs ki var idi, mənə kömək eləyən var. Fərqi yoxdur, zamanın fərqi yoxdur. Müsibətin ürək yaxır, nəvaya gəlmişəm Hüseyn. Səsin çatıb qulağıma, hər aya gəlmişəm Hüseyn. Salam ola bizi Hüseynə bağlayan bu qəmlərə. Salam ola sızıldayan o boş qalan hərəmlərə. Salam ola qızıl o günbəz üstəki ələmlərə. Mərizəm eşq-i paküvə, dəvaya gəlmişəm Hüseyn. Salam ola xərabədə yetim qalan uşaqlara. Atam, anam fəda ola tikan batan ayaqlara. Bulaqlar ağlayır bugün susuz yanan dodaqlara. Əlimdə su, gözümdə yaş, əzaya gəlmişəm Hüseyn. Ağacan, sənin dəmi müqəddəsün, sənin o müqəddəs nəfəsün, sənin dəmi müqəddəsün soyuq qışı bahar edir. Adın bizi şikar edir, sözün bizi xumar edir. Sənin bu varlığın ki var, bu cümlə var edir. Fənaya əlvida deyib bəqaya gəlmişəm Hüseyn. Əgər ki, ay Hüseynçilər, ay İmam Hüseyn aşiqləri, əgər ki can fədələrin diyarı Kərbəladırsa, əgər mərizə Hüseyncan türbət-i mübarəkün şəfadırsa, bəlanı arif istəyər, hacı. Adi insanlar Allahdan bəla istəməz ki. Bəla gələnlər deyər, məndən uzaq olsun. Bəlanı arif istəyər, məhəbbətin bəladırsa, özüm öz istəyimlə bu bəlaya gəlmişəm sizə. Xanım Zeynəbin dilindən inşallah oxuyacam, elə bu şeirin davamıdır. Məhəbbətin bəladırsa, özüm öz istəyimlə bu bəlaya gəlmişəm Hüseyn. Şeirin davamı xanım Zeynəbin dilindəndir. Deyir, qədəm qoyandan ey gözəl, bu xakin ey nəvaya mən. Gəlib düşüblər Kərbala. Deyib, qədəm qoyandan ey gözəl bu xakin ey nəvaya mən, hüdud fərşi aşmışam, ucalmışam səmaya mən. Sağım solum firiştələr, mələklər yəni. Vəsiləyəm duaya mən, məqamə bax, ziyarət xudaya gəlmişəm Hüseyin. Mən hardayam? Deyir, bacın öləydi, qoymadı ədu doyunca ağlayım. Özündür hansı yarövü mən öz əlimlə bağlayım, darıxmışam gül ətrüvə, icazə ver qucaqlayım, öpüm yaralı həncəri, minaya gəlmişəm Hüseyin. Gözün fəda bu ox qazan, yaralı qanlı siniyə. Vəli, ədəbə bax hacı. Deyir, görürəm, Hüseyin, sinəvi dağlayıblar, at sapıblar üstündə. Deyir, gözün fəda bu ox qazan, yaralı qanlı siniyə, vəli yol istəyəm. Gərək deyəm Şəhi Mədiniyə. Gəlib cənazəsindən icazə alır ki, bizi aparırlar Şama, Kufiyə. Vəli yol istəyəm, gərək deyəm Şəhi Mədiniyə. Bu yolda gedməzdim, edir Hüseyin. Bu yolda yar o yavərəm gözəl qızın Səkiniyə. Başsız qoya bilmirəm. Bugün bağışda Zeynəbi vidaya gəlmişəm Hüseyin. Bu yanda xeymələr yanır Hüseyncan. Bu yanda xeymələr yanır, bu yanda ahı qızların. Bu yanda bir çuxur yerə düşübdü şahı qızların. Mən hara gedim? Tapır.
əcəb deyir, avara qalmışam. Mənəm pənahı qızların, bu qızları dua elə, ricaya gəlmişəm Hüseyin. De hansı dillə şərh edim bu qanlı dəstəmazuvi. Qələmlər imtina edir yaza axır nəmazuvi. Firiştələr təbərrük edir kəsi boğazuvi. Başım fəda kəsi başa, fədaya gəlmişəm Hüseyin. Vəli Yəzidlə bitməyib bizim bu qan hesabımız. Zülümlə razılaşmağı haram deyir kitabımız. Mənim əsirliyimlə sağ qalar bu inqilabımız. Bu niyyətə, bu eşqə Kərbəlaya gəlmişəm Hüseyin. Bir daha təşəkkür edirəm Hacı, var olasınız. Həqiqətən də çox belə deyərdim ki, sözün həqiqi mənasında Kərbəlanı ziyarət elədik, gəldik. Bizim izləyən izləyicilərimlə dilindən deyirəm inşallah. Allah hər bir kəsin, ümumiyyətlə bu matəm ayında, məhərrəmlik ayında biz böyüklərimizdən, dədə-babalarımızdan da belə eşitmişik ki, hətta o qapıda bir ayaqqabı cüttəliyənin də, yəni Əhl-i Beytin, İmam Hüseyin ağanın yanında xüsusi bir məqamı var. Yəni, burada fərq eləmir əməlin böyüklüyü, kiçikliyi və yaxud belə deyək, yəni məclisin başında kim əyləşib və yaxud axırında kim əyləşib, burada İmam Hüseyin əleyhissalamın matəmində fərq eləmir. Hamısı xüsusi bir... Bəli, bəli, bəli. Və təbii ki, bu mənəvi verilişi artıq çox təəssüf ki, azı yekunlaşdırmaq məcburiyyətindəyik. Amma inşallah Allah nəsib eləsin, növbəti proqramlarda yenidən biz bu mövzuları davam elətdirəcəyik inşallah. Hacı, bir dahası yenə də qeyd etdiyim kimi qonaq qismində dəvət eləmək arzusundayıq. İnşallah Allah nəsib eləsin, ömür vəfa eləsin Hacı inşallah. Amin, amin Hacı, minnətdaram. Və verilişimizin sonunda mən Vüqar bəydən bir inşallah ifa eşidəcəyik onun səsində, avazında. Dəyərli izləyicilərimiz, çox sağ olun ki, bizi izlədiniz, nə yaxşı ki varsınız. Allah hər birinizi qorusun inşallah. Allah bu ayda etdiyiniz əzadarlıqları öz zərgahında ali dərəcədə qəbul eləsin inşallah. Artıq proqramı yekunlaşdırıram. Sizə Allaha əmanət edirəm. Sinən gül açıb səhni gülüstan kimi qardaş, mən də yanıram şəm şəbistan kimi qardaş. Qur'anın əgər olmasa cildi sənə bənzər, cismin dağılıb məqtələ Qur'an kimi qardaş. Qəmkar imanım Zeynəbin gözdə eşki rəvanı, Qur'an yetişdi qəmkar imanı Zeynəbin gözdə eşki rəvanı. Səsləndi qardaş dur pişivazə, qəlbimin yoxdur tabut əvanı. Səsləndi qardaş dur pişivazə, qəlbimin yoxdur tabut əvanı. Vəfalı qardaş, yaralı qardaş, başı bədəndən aralı qardaş. Vəfalı qardaş, yaralı qardaş, başı bədəndən aralı qardaş. Şəmatə getdim, gəldim didara, xoş gəldin eylə yorğun zəvvarə. Şəmatə getdim, gəldim didara, xoş gəldin eylə yorğun zəvvarə. Sənə yar oldum, ələmdar oldum, yıxdım Yezidi başımda qara. Sənə yar oldum, ələmdar oldum, yıxdım Yezidi başımda qara. Vəfalı qardaş, yaralı
başı bedenden aralı kardeş. Senden el üzdüm, her derde düzdüm, başındalıca çölleri gezdim. Senden el üzdüm, her derde düzdüm, başındalıca çölleri gezdim. Getdim kızları, oğulsuzları, mezarın üstte nizamla düzdüm. Getdim kızları, oğulsuzları, mezarın üstte nizamla düzdüm. Vefalı kardeş, yaralı kardeş, başı bedenden aralı kardeş. Vefalı kardeş, yaralı kardeş, başı bedenden aralı kardeş. Bu Kerbela'da, Kûye belada, bir gün kalmıştın eşin arada. İndi kefensiz yatmışsan mensiz, men ahuvayda sen bu diyarda. İndi kefensiz yatmışsan mensiz, men ahuvayda sen bu diyarda. Vefalı kardeş, yaralı kardeş, başı bedenden aralı kardeş. Vefalı kardeş, yaralı kardeş, başı bedenden aralı kardeş. Kuruyan lerler ve bacım kurban, sarılan gözler ve bacım kurban. Susuz el yaşlar ve bacım kurban, ay kardeş. Avare kalan canıma bacım kurban, ay kardeş, ay kardeş. Vefalı kardeş, yaralı kardeş, başı bedenden aralı kardeş. Vefalı kardeş, yaralı kardeş, başı bedenden aralı kardeş. Sadəcə olaraq onu baxır necə istifadə edirsən, hansı məqsədlə istifadə edirsən ki, sizin bəstəkarlıq qabiliyyətiniz də var, şeir yazmaq, bir çox ilahilərin Hacətinizi, yəni orada sizə deyir pislik eləyənlərə siz yaxşılıqlarla cavab verməliyiniz. Məsəl üçün yay vaxtıdır, dənizdə, orada, burada istirahət edir. Ələmdar yeganə adam idi ki, qətiyyən qoymurdu ki, biz onu imitasiya edəyik. Geçmişlerde kalıp hayalatımız. Hala geçmişle hepsilenir. Kaç o gün bugün olaydı. Bu bir şey. Ha efkedir elden muhammedimiz.